Novruz bayramı ilə əlaqədar rayonlara üz tutan sərnişinlər Bakı şəhərinə geri qayıdır. Avtovağzallarda sərnişin sıxlığının müşahidə edilib-edilməməsi ilə əlaqədar əməkdaşlarımız Qazax və Ağstafa avtovağzallarında olub. Bayram günləri ilə əlaqədar olaraq xəttə əlavə avtobuslar buraxıldığı üçün hər iki vağzalda sərnişin sıxlığı yaranmayıb. Sərnişinlər sərbəst bilet alaraq Bakı şəhərinə getdiklərini bildirib. Vağzal xəzinədarı isə hələ ki heç bir sərnişin sıxlığının olmadığını deyib. Gəlmişdim bayrama, indi qayıdıram. Gəldim kasiyədə saldığımız dinləsinə, indi gedirəm Bakıya. Necədir bax biletin vəziyyəti? Bax qaydım. Hər şey öz qaydasından. Söz qabağı. Müraciət elədiniz? Bilet var dedi. Var. Normaldır, elə bir sıxlıq yoxdur. Yəni sərnişinlər gəlir qaydasında biletini alır, rahatlıqla sərnişinlərə xidmət edirik. Qeyd edək ki, Bakı-Qazax marşrutu üzrə biletin qiyməti 17 manat 60 qəpik, Ağstafa-Bakı üzrə biletin qiyməti isə 17 manat 30 qəpik təşkil edir. Kamran Əskiparalı bugün informasiya proqramı üçün.